رمضان 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 مرحبا يا رمضان. بسم الله الرحمن الرحیم و الصلاة و السلام علی سیدنا و نبینا العبد المؤید و الرسول المسدد المصطفى الامجد حبیب اله العالمین ابی القاسم محمد لا سیما ابن عمه علی ابن ابی طالب و اولاده المعصومین حجج الله و عجل الله تعالی فی فرج مولانا صاحب العصر و الزمان. İnşallah ki Allah bütün müminlerden bu ibadetleri, oruçları, namazları kabul eləsin. İnşallah ki bu oruçluqda hamımız bir yerdə eləyən bilək Allaha, biraz artıq yaxınlaşaq, Allaha yaxşı bəndəlik edək. Bu sahədə Peyğəmbərin Şəbaniyyə xütbəsindən danışdıq ki, bizlərə öyrətdi, bizi başa saldı ki, oruçluq ayında insan necə rəftar eləməlidir, nə məsələləri insan nəzərdə almalıdır. Yetişir bu sözə ki, Peyğəmbər Əkrəm buyurdu və şeyatin məğlulə buyurdu, bu ayda şeytanın əl-ayağı bağlıdır. Fəsəlu rabbəkum əllə yüsəllitə aleykum. Allahdan istəyin ki, oruçluq qutarandan sonra bir də bu şeytan sizə tərəf gəlməsin, sizdən uzaq qalsın. Bu insanın özündən asılıdır. İnsan Allahdan istəyir. Amma özüm gərək elə rəftar edim ki, şeytanın bir də gəlməsinə zəmin yaratmayayım. Bu sahədə mən neçə rivayət və ayəyə inşallah işarə edəcəm. Biraz şeytanı artıq tanıyaq. Necə Quranlar buyurdu? Əduvvun, şeytan sizə düşməndir. Fəttəxizuhu əduvva, sizə düşməni düşmən sayın. İnsan bir düşmənə düçar olanda birinci şey ki lazımdır insana budur ki düşməni yaxşı tanısın. Bu düşmən necə bir düşməndir? Əgər mən düşməni yaxşı tanımasam onunla yaxşı savaşa bilmərəm. İnsan şeytanla savaşmalıdır həqiqətən. Şeytanın əmrinə tabi olmamalıdır. Amma birinci şərt budur ki şeytanı insan yaxşı tanıya. Əmirul Müminin Nəhcül Bəlağənin 7-ci xütbəsində şeytanın haqqında danışır. Buyurur ki, bir sıra insanlar vardı, ittəxəzu şeytanə ləəmrihim milaka. Bəzi insanlar var, hər bir şeydə ancaq şeytanın dediyinə tabi olur. Düzdür, bəlkə dildə deməyəm mən şeytana tabiyəm, amma həmin bu insan ki, Allahı nəzərdə almır. Heç bir işdə demir ki, görüm Allah məndən nə istəyir. Allahın məqsədi bu işdə nədir? Allahı nəzərdə almadan ancaq şeytanı nəzərdə alıb elə işlər görür ki, şeytana yaxınlaşır. Nümunə olaraq bəlkə başqa verilişlərdə də demiş olam. Bir insanla ticarət əhlidir. Heç buna baxmır ki, mən ticarət edirəm, mən hansı işləri nəzərdə almalıyam? Olmayan mən ticarətimdə dini, şəri hökmlərimi bilməməyə görə mənim ticarətim düz olmaya, mən qazandığım pul halal olmaya. Əmirul Müminindən rivayət var. Kimsə ticarət işindədir, bu din hökmlərini öyrənməlidir ki, əgər öyrənməsə bu insan Allah eləməmişdən, bəlkə belə bu əlinə gəldik pul halaldır, amma halal olmaya. İnsan diqqətli olmalıdır. Gərək bunları insan nəzərdə alsın. Ola bilər bir insan Allahı nəzərdə almaya və ailəsi ilə rəftar edəndə səhv rəftar edə. Biz bütün bu şeylərdə Allahı nəzərdə almalıyıq. Əgər insan Allahı nəzərdə almasa, şeytana düçar olsa nə olar? Mən nümunə olaraq deyirəm. Buyurdu birinci bu ki, möminlər əgər bir yerdə görür bir ər-arvadın arasında bir söz olub, konflikt olub, çalışsınlar, bunları barıştırsınlar. Çox savabı vardı ki, insan ər-arvadı barışdıra. Ama bu rivayətdə buyurdu o zaman ki, bir kişi öz yoldaşı ilə evdə savaşır, bunlar küsülü olurlar. Buyurdu ki, bu evin hər küncündə bir şeytan vardı ki, Yusəffik, əl çalır, sevinir ki, bu iki ər-arvad burada savaşıblar. Bunların savaşmasından şeytan şad olur. İnsan burada görsün ki, Allahı nəzərdə alacaqdır və bu müşkülü həll edəcəkdir və yaxud şeytan buna
məqsəd olacaqdır, şeytanın sevindirəcəkdir bu insan. Görürsən ki, bir həftə, 10 gün, bir ay geçir, ər-arvad biri-birindən danışmırlar, küsülündülər. Bu yerdə insan dilə də gətirməsə şeytana tabi olubdur, şeytanın əmrinə itaət edir. Burada ki, belə bir insan bu davamından nə olacaqdır? Fəbbazə və fərrəxə fi sudurihim. Bir şeytan gələr bu insan elə bil sinəsində yumurtlar. Əmirul Möminin bizə belə misal gətirir ki, biz bunu yaxşı başa düşək. Yoxsa onsuz da biz gərək bu sözü başa düşəydik, amma insanlar bir şeyi gözünün qabağında görməyən elə bil tam başa düşmür. Görmüşüz bir yerdə bir toyuq yumurtdur. O yumurtalar yavaş-yavaş özü cücə olur, böyüyür, o özü olur bir toyuq. Yəni Əmirul Möminin buyurur ki, şeytan öz uşaqlarını elə bil sizin vücudunuzda, sizin sinəzdə yetişdirir, insan elə yerə yetişir. Əmirul Mömininin sözüdür. Və dəbbə və dərəcə fi hucurihim. Şeytanın balaları insanın vücudunda yavaş-yavaş böyüyür. Elə olur nəticəsi ki, fə nəzərə bə'ayunihim. Adam hiss edir ki, mənəm baxıram. Əmirul Möminin bir şeytandır sizin gözündən baxır. Bu insana deyirsən ki, naməhrəmə baxma gidən, deyir, eləyəmirəm, öyrəşmişəm buna. Əmirul Möminin bir indi şeytandır baxır. Yəni, şeytan elə bu insana müsəllət olubdur. Şeytan bu insanı idarə edir. Burada sən buna baxmalısan. Elə videolar bunun telefonunda vardı ki, bunlara gərək baxmasın. Bir arif, ustad-ı əxlaqıdır, deyirdi ki, sizin telefonunuz elə olmalıdır. Bu gün, bu anda imam zaman sizi görə, deyə filan kəs, telefonum ver mən bir baxım. Bəzi insan var, eyni halda telefonu açıb verər imam zamana, amma bəzi insan var, deyər ağazam, bir an dözgünəm, orada silməli şeylər var, mən bəzi şeyləri silim sonra verim sizə. Biz hansı insanlardanıq? Telefonda elə şeylər vardır ki, əgər imam zamanı görsək, məcburuq bəzi şeyləri silək sonra verək imam zamana və ya ki, bilirəm, heç bir müşküllü bir şey yoxdur, heç bir haram bir şey yoxdur. Ağacam, bu telefonum sənin xidmətində. Burada ki, bəzi insanlar ki, diqqət eləməyiblər, öz nəfslərini qorumayıblər, gözlərini qorumayıblər, bu insan bilsin ki, fənnəzərə bə'ayunihim. Bəlkə bu belə bilir ki, özüdür baxır, amma şeytandır baxır bunun gözü ilə. Və nətəqə biəlsinətihim. Bu belə bilir, özüdür danışır, amma buyurur ki, şeytandır bunun dili ilə danışır. Nə rahat bu insan yalan danışır, qeybət edir, böhtan vurur. O günahlar ki, dildən asılıdır, elə rahat bu işləri görür bu insan. Və bunlardan insan gözləşməlidir, insan diqqət eləməlidir. Olmaya insan baxıran insandır, amma bunu idarə edən şeytan ola. Quran ayəsi nə varmış? Şeyatinil insi vel cin. Bəzi insanlar da şeytan olarlar. Şeytanın işi budur ki, insanı yolundan azdırsın, qoymasın bu cənnət yolu geçsin. Olur o zaman ki, insanın bir dostu var. Bu dost bu dostunu yoldan çıxartdı. Yəni şeytan etdiyi işi, o rolu indi bir insan oynayır. Şeytan insanı yoldan azdırmalıydı, cənnət yolundan uzaq eləməliydi. İndi bir başqa insan bu rolu oynuyor. O başqa insan ki, bir mümini düz yoldan ayırdı, azdırdı, apardı cəhənnəm yoluna. O insan indi elə bil özü şeytandır. Necə Əmirul Möminin Nəhcül Bəlağədə Muaviyyənin haqqında Nəhcül Bəlağənin 44-cü məktubudur. Orada buyurdu ki, ey insanlar, Muaviyyə fe innəmə huvəş şeytan. Muaviyyə şeytanın özüdür. Yəni siz deməyin ki, Muaviyyə özü ancaq fəqət şeytana tabidir. Biliyorsun, şeytanın özüdür. Nə qədər insanlar ki, bəzi günahları heç bilmirmişlər. Birinci dəfə dostu tanış eləyibdi. Dostu o günahı elə təqdim elədi öz yoldaşına ki, bu da o günahə düçar oldu. İnsan bu şeylərdə ancaq diqqətli olmalıdır ki, əgər diqqətli olmasa Allah eləməmişdən şeytan insanı düz yoldan azdırar. Quran ayəsində varımızdır, Əraf surəsindədir, 16-17-ci ayədə gəlibdir ki, şeytan deyir ki, mən insanı aldadaram. Sonra bir söz deyirim.
ثُمَّ لَآتِيَنَّهُمْ مِنْ بَيْنِ اَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ اَيْمَانِهِمْ وَعَنْ شَمَائِلِهِمْ وَلَا تَجِدُ əksərəhum şakirin. Şeytan deyir, dörd tərəfdən insana mən hücum gətirirəm. Bu insanı mən qoymaram rahat dursun. Bu insanı hər bir yoldan çalışacağım ki, düz yoldan azdırım biləsin. Amma deyir, dörd tərəfdən. İmam-ı Baqir əleyhisselamdan rivayət var. Bu dörd tərəfi bizə izah edib. Bu dörd tərəfdən məqsəd nədir? Mən İmam-ı Baqirin rivayətini deyəcəm. Amma o rivayətdən əvvəl bu ayənin sonuna gəldi. Və la təcidu əksərəhum şakirin. Çox insanlar şeytana allanarlar. Şükr əhli olmazlar ki, deyəli Allah sənə şükr olsun. Şeytan istirdi məni allatsın. Amma mən başa düşdüm. Şeytanın əmrinə tabi olmadım. Allah sənə şükr olsun. Deyir, az insanlar belə olarlar. Çoxu şeytanın əmrinə tabi olacaqdır. İmam-ı Baqir əleyhisselam buyurdu. Bu ki ayədə deyir, min beyni əydihim, qarşı tərəfdən insana mən hücum gətirirəm. Buyurdu, əhvənə əleyhim əmrəl axirə. Buyurdu, məqsəd budur ki, ahirəti, qiyaməti bu insanın yadından çıxardaram. Qiyamət bir şeydir, gəlməyib, qarşı tərəfdədir, hələ gələcəkdir. Buyurdu, bu rivayətdə İmam Baqir bu ki, şeytan deyir, qarşı tərəfdən mən bu insana hücum gətirirəm. Məqsəd budur ki, qiyaməti insan yaddan çıxardan. Nə qədər yerlər olur ki, insan diqqətli olmalıdır ölümünə. Amma insan elə yaşayır ki, Quran ayəsində burada yəbəddulləhu yuəmməru əlfəsənə, elə bil 1000 il bu insan dünyada yaşayacaqdır. Heç ölümə fikr eləmir, heç qəbrə, qiyamətə fikr eləmir bu insan. Olmaya bizlər də bu insanlardan olaq ki, qəbrə, ölümə, qiyamətə fikr eləməyək. Tövsiyə olunubdur ki, insan vəsiyyəti yatandan qabaq hazır olmalıdır. Bəzi insanlar deyir, yox baba, mən hara, ölüm hara, vəsiyyət elərəm birdən, Allah da deyər, bunun vəsiyyəti hazırdır, qoy bunun canını alaq. Yox, biz belə fikr eləməməliyik. Biz ölümə özümüzü hazır etməliyik ki, hazır olaq ölümə. Hər an ölüm gəldi adamın tərəf, insanın ömrü qutardı, desin ki, ilahi, mən hazır idim bu ölümə. Necə rivayətdən burada ölüm bir körpüyə oxşar. İnsan körpünün o yan tərəfini özünə görə yaxşı düzətmiş olsa, kimsə bu körpüdən geçməyə qorxmaz. Amma biri bilir ki, körpünün o yan tərəfi otdur, yanacaqdır. Bu insan hazır olmaz ki, ayağını bu körpünün üstünə qoysun. Bilir ki, necə bu körpüyə yetişsə, körpünü geçsə, otda yanacaqdır. Buyurdu ki, insan ölümə fikr eləməlidir. Bu rivayəti mən deyirəm, hörmətli müminlər. Bu rivayət həqiqətən maraqlı bir rivayətdir. Biz də buna diqqət eləməliyik. Peyğəmbər Meyrac səfərinə gedirdi. Cəbrail ilə gedirdi, bir mələki gördü. Dedi, bu mələk kimdir? Peyğəmbərə təqdim olundu. Dedi ki, bu Cəbrail dedi, bu mələk Əzraildir. O mələkdir ki, insanların canını alar. Peyğəmbər buyurdu, odunun min hətta o kəllimə, məni apar istəyirəm, yaxından danışam Əzraillə. Getdilər yaxına, orada Həzrəti Əzrail Peyğəmbərə bir xəbər verdi. Buyurdu, bu dünyada heç kəs bir evi yoxdur, heç kəsin evi ola. Məgər bu iki gündə mən 5 dəfə hər insanın evinə baş çəkərəm. Hər insanın evində gündə 5 dəfə gedərəm. Baxın, bunu Əzrail Peyğəmbərə xəbəri verdi ki, Peyğəmbər bizlərə desin, hər birimizin evi vardı. Hər birimiz bir evdə yaşayırıq. Əzrail dedi ki, gündə 5 dəfə evizə gələrəm. İmam-ı Baqir əleyhisselamdan bir insan yaxşı sual etdi. Dedi, Yəminə Rasulullah, ağacan, hardan bilək ki, Əzrail nə vaxt bizim evimizə gəlir? İmam-ı Baqir Əzrailin evimizin gəlməsinə bir dənə əlamət, bir dənə nişanə buyurdu. Bir də əmə rəəytən nas yəkununə culusən fətə'tərihimus səkdə. Burada diqqət eləmişiz, bəzi zamanlar olur, evdə hay-hüydü, hərə bir yerdən danışır, birdən ev səssiz olur, sakit olur. Diqqət edək bundan sonra, kimsə, hər kəs öz evində yaşayır, görürsünüz, evdə uşaqdır, oynayır, hay-hüy, adam birdən baxır, ev belə səssiz oldu, sakit oldu. İmam-ı Baqir əleyhissalam buyurdu ki, tilkə ləhzətu mələkul mevt. Buyurdu, bu o anlı ki, Əzrail gəlib evizə, həysu yəlhəzhum, bir baxır görə ki, kimin vaxtı yetişibdir, ömrü qutarıbdır, bu o dünyaya getməlidir. Baxın, bu qədər ölüm bizə yaxındır, amma biz bu ölümə heç fikr eləmirik, heç nəzərdə almırıq. İmam Baqir buyurdu, bu ki, şeytan deyir, mən qarşı tərəfdən gələn məqsəd budur. Və min xəlfihim, buyurdu, bu ki, arxadan gələr
hücum elər insana. Burada onun mənası budur. Amuruhum bi cem'il emval və men'iha anil huquq li təbqa li vərəsətihim. Burada arxa tərəfdən məqsəd budur ki, mən bu insana deyərəm ki, ancaq dünya malını nə qədər başarırsan çox yığınən. Mən bu insan gərək ahirətə ölmə fikri deyildi. Ona deyirəm, hələ onu ötür günən, vaxt var, hələ cavansan. Hələ biraz dünya malı yığ günən, o şeylərə vaxt vardı, gec olmaz. O qədər bu insan vaxtını ayırar ancaq dünya malının yığmasına. Hey malı çoxaldar, hey çoxaldar. Da bu maldan bu insan eləyə bilmir əl üstün. Elə ürək bağlayıbdır bu mala. Da bu maldan keçə bilmir, onu da bilmir. Bu dünya malı bu insanı gətirib cəhənnəmə tərəf apara bilər. Ola bilir bəzi insanlar imkanlıdırlar, dünya malından istifadə edirlər, ahirətlərini abad edirlər. Həzrəti Xədicə kimin insanlar, belə insanlar da gəlibdir. Amma ümumiyyətlə insanlar belə deyirlər. Qur'andan buyurur ki, İnnəl insanə ləyətğə ər-rəahu istəğna. İnsan ümumiyyətlə belədir. Əgər gördü imkanlıdır, Allah bərabərində bu insan durar deyər, ey Allah, sən Allahsan, mən də bir insanam, dünya malım vardır. Bəlkə dilinə gətirməyə, amma Allahın idarəçiliyin bu dünyada qəbul etməz. Biyədihi mələkutus səmavati vəl ərz, bunu yaddan çıxardar. Qarun kimin deyər, əgər dünya malım var, özüm cəhd eləmişəm, əldə etmişəm. Allah nədir? Kim deyir Allah bərəkət verib, kim deyir Allah ruzi veribdir. Bir insan bu yerə yetişər, əgər çox imkanlı insan oldu və bu dünya malını Allah yolunda xərcləməsə, bu gündə düçar olar bu insan. Və mən anil hüquq, Allah deyibdir, bu malından kasıb insanlara kömək elə. Deyib, xumsun verginən, zəkatın verginən, bu şeyləri deyər, mən özüm çalışıb, cəhd eləmişəm, malı yığmışam, niyə başqasına verim bu malı? Böyle insan bu günə qalar, malı yığışdırar, qalar öz övladına, vərəsəsinə qalar. Özü eləyə bilərdi, bu malı Allah yolunda xərcləsin, eləmədi. Rivayətdə vardı, bəzi insanlar qiyamətdə çox həsrət çəkərlər. Çox həsrət çəkərlər. Kaş belə olmaydı. O qədər kaş deyərlər bu insanlar. Onların biri də bu insandır ki, dünya malını yığdı. Özü eləyə bilərdi, bu malı Allah yolunda xərcləsin, eləmədi. Öldü, getdi. Bunun övladı gəldi. Bunun övladı atanın malını Allah yolunda xərclədi. İrsi yetişmiş ki, bilərsin. İndi irsi yetişib bunun malıdır. Bu övlad atanın malını yaxşı yolda xərclədi. Atanın malı ilə özünə cənnət qazandı. Ata öz diriliğini nə eləyə bilərdi, bu işi görə görmədi, cəhənnəmə düçar oldu. Və yaxud bu uşaq Allah eləməmişdən, uşaq da cəhənnəm yolunda olar. Atanın malını günah yolunda xərclər. Bu ataya da günah yazarlar. Bu ata həsrət çəkər. Deyər, kaş diri olan vaxtımda bu malımı halal yolda, Allah deyən yolda xərcləmiş olaydım ki, bu uşaq mənim malımla günah eləməyəydi. Mənim malımla zülm eləməyəydi. Baxın, insan bu məsələdə ancaq biraz diqqətli olmalıdır. Və ən əymanihim, buyurdu, sağ tərəfdən şeytan gələr, məqsəd nədir? Əfsədə aleyhim əmrə dinihim bi təzyiniz zəlalə və təhsiniz şübhə. Buyurdu ki, cəhənnəm yolunu bəzər. Bəzənti formada cəhənnəm yolunu insana göstərər. İnsan baxır, deyir, nə yaxşı yoldur, amma biraz diqqət eləmir ki, bu cəhənnəm yoludur. Əmirul Möminin dünya barəsində bir misal dedi. Buyurdu, dünya ilana oxşar. Biri ilanı görməsə, əlində ilan gəlsə, deyər ki, nə yaxşı yumuşaq bir şeydir. Əmirul Möminin bilmir ki, bu yumuşaq ilan elə zəhərli bir heyvandır. Saçsa bu insanı öldürər. Böyle bəzi insanlar da cəhənnəm yolunu elə bəziyiblər. Başqası baxır, deyir, nə gözəl yoldur. Amma başa düşmür ki, bu cəhənnəm yoludur. Və təhsini şübhə buyurur ki, şübhəni elə bəziyiblər. Bir insanı gəlir, çıxış edir, adını da dinşünas qoyur, başqaları da ona tabi olurlar. Amma bunu başa düşmür ki, bu insan ki, adını dinşünas qoyub, adı dinşünas qoymaqla biri dinşünas olmaz. Bu insan başqalarını cəhənnəmə aparır dinşünas adı ilə. Və mən bu məsələdə diqqətli olmalıyam ki, dinimi kimdən öyrənirəm?
və insan həqiqətən bu iş məsələ biləsinə maraqlı olmalıdır. Kimsə adını dinşinas qoydu, bu dinşinas deyil. Mən gərək diqqət edeyim, əhlindən, həqiqi alimdən dinimi öyrənim. Yoxsa bu işi görməsəm, cənnət adı ilə məni cəhənnəmə apararlar. Bir də sol tərəfdən şeytan deyir gələn bi təhbibil ləzzat eləyhim və təqlibiş şəhəvat əla qulubihim. Bir də elə iş görürəm ki, bu insana ən maraqlı şey bir şey olsun. Mən harda ləzzət alıram. Günah olur olsun, günah olmasa da mənə fərqli deyil. Mən ancaq ləzzət dalayacağam. İstəyirəm bu dünyəvi ləzzətlər mənə yetişsin. Mən bu ləzzətlərinlə yaşayayım. Və şəhvətə tabi olan insanlardır. Şəhvətinə yetişməyə görə heç biləsinə mühim deyil, maraqlı deyil ki, mən bu şəhvətə yetişməyə görə ki çalışıram, bu yol halal yoldur yoxsa haram yoldur. İnsan şəhvətə duçar olsa, şəhvətini Allah buyurduğu yolundan işlətməsə, halal haramı qatıb biri-birinə elə şeytana tabi olar ki, cəhənnəmə duçar olar. Mən bir rivayətindən sözümü qutarım, rivayətdə vardı bir ayənin haqqındadır. İzqaləlil insan ikfur. Şeytan insana deyər kafir ol, bu insanla şeytana tabi olar. Necə şeytana tabi oldu görürsən, bunun canı çıxar, ölər və cəhənnəmə gedər. Bu ayənin haqqında gəlibdi ki, bir arif vardı, bu nə dua elirdi, müstəcab olurdu. Neçə qardaş vardı, bunların bacıları vardı, bacıları bəz zaman elə bir səfih olurdu, dəli olurdu. Belə ağıl başından gedirdi bəzi zamanlar. Dedilər ki, bu bacını aparaq, bu insan dua eləsin, toxtasın. Gətdilər bu insanın xidmətinə, bu insan dedi ki, olsun, mən səhər bu bacının haqqında dua elərəm. Qardaşlar getdi, şeytan gəldi, bu arifi vəsvəsə elədi. Dedi ki, bir təkcə bir qız xalqıdır sənin yanında, başqası da görmür. Sən bir günah işi gör günən. Bu şeytan o qədər bu arifin fikrində danışdı, onun başı beynini yedi. Bu arif bir günah elədi ki, gərək eləmidi, böyük günah elədi. Bir naməhrəm qızınla bir ünsiyyət, bir elə iş gördü ki, gərək görməyidi. Elə bir böyük günahı bu arif idi. Baxmayaq ki, arif idi, baxmayaq duası müstəcab olan insandır, bu günahı elədi, şeytanın işi budur. Şəhvət gələndə insan nəfsinə yəhən durmasa, nəfs, şeytan insanı belə alladar. Sonra gördü ki, belə bir iş görübdür, sabah bacı deyər bu qardaşlara ki, bu insan məndən belə elədi. Məcbur oldu bu bacını öldürdü ki, heç kəs bilməsin bu nə günahı edibdi. Sonra apardı bu bacını bir yerdə quyuladı, bastırdı torpaq altında ki, başqaları bilməsin. Şeytan gəldi bu qardaşlara bir insan şəklində dedi ki, o arifin yanına gedərsiniz, bacınızı soruşarsınız, o deyər mən şəfa verdim, dua elədim, şəfa tapdı, toxtadı, çıxdı, yetdi, bilmirəm harda. Amma onun sözünə inanmayın, filan yerdə quyulayıbdı bacını. Bunlar getdilər, o adamı gördülər, o dedi, hə mən dua elədim, toxtadı, çıxdı, getdi. Bunlar inanmazla gedərlər, o yeri qazarlar, görərlər, bacının cənazəsi oradadır, ölübdür. Şikayət apararlar, hökümdar, hakim, deyər ki, bu insan edam olunmalıdır, bu gərək ölsün, bir günahsız insanı öldürübdür. Orada bunun başına bir ip salarlar boynuna ki, bunu öldürsünlər. O hini də o anda şeytan gələr bu insana deyər, mənə səcdə elə, səni mən xilas elərəm, nəcat verirəm. Deyər, olmaz, deyər, sənin işin olmasın, sən mənə səcdə eləyinən. O halda ki, bu şeytana səcdə elir, bu ipi çəkirlər, bu insan boğulur, ölür. Bu ayədir ki, izqaləlil insan ikfur, kimsə şeytana səcdə eləsə kafir olubdur. Bu insan da şeytana tabi olur, səcdə olur, eyni vaxtda canın alır mələk və bu insan ölür, o halda ölür ki, imansızdır. O halda ölür ki, şeytana səcdə edirdi. O halda ölür ki, cəhənnəmə gedir. Bütün bu işlər niyə oldu? Buna görə ki, şəhvətinə tabi oldu və bizlər diqqətli olmalıyıq ki, olmaya insan şəhvətinə tabi olduğuna görə halal haramı nəzərdə almaya. Allah əgər insanla şəhvət yaradıbdır, onun yolunu da göstəribdir ki, insan ailə qurmalıdır
dini yolundan ailə qurmalıdır və başqa günahlara insan yaxın getməməlidir və günahlardan insan gedək uzaq qalsın. İnşallah ki Allah özü kömək eləsin hər bir zaman şeytandan, şeytanın vəsvəsələrindən inşallah hamımız uzaq olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.